Herkese salam. Bugün 10-cu sinif üçün keçirilmiş sınav imtahanından sualların izahını sizlər üçün bölüşəcəm. Elə isə gəlin başlayaq. Birinci qələmi seçim. Bəli. Deməli, 5-ci sualdan başlayıram. Yəni qrammatika suallarından. Bizdən birincidə düzgün cavabı seçməyimizi istəyir. Yəni bu tipli suallarda da biz iki düzgün variant götürməliyik və sual ismi yəlikəli ilə bağlıdır. Yəni positive case və yaxud genitive case. Deməli, baxıram ki, burada article var. Article tək isimlə işlənir və isim burada cəmdə verilibdir. Yanlışdır. Article-dan sonra cəm gəlməz, apostrof s olmalı idi. 2-yə baxıram. D article özündən sonra böyük hərflə yazılmış ad bildirəndə bu ümumilikdə soyad bildirəndə ümumilikdə ailəni nəzərdə tutur və s apostrof olur. Bu da düzdür. Yəni mən 2-ni götürəcəm. 3-də birdən yuxarı miqdar sayı gələndə isim cəmdə olur. S apostrof düzdür. 4-də isə bu qayda yanlışdır. Çünki yenə 10 var, amma isim apostrof s yəni təkdədir. S apostrof olmalı idi ki, isim cəmdə olsun. S bitişməli idi. 10 dəqiqəlik müzakirə. Deməli, cavabımız olacaq bizdə 2 və 3. Y variantı. Alps sonunda es görürəm. Alp dağları cəmdədir. Dağlar haqqında article sualıdır bu. Birinci biz mövzunu bilməliyik ki, nəyi axtardıq. Article əgər dağlar ümumi gedirsə qoyulur, təksir vəldirsə qoyulmur. Buna görə də ümumi deyə qoyulacaq. Bu ikisini çıxıram. Bu isə Avropa, yəni qitə adlarının qarşısında qoyulmur. Ona görə də düzgün cavab olacaq D variantı. 7-yə baxırıq deməli. Feildən sonra çox düşür. Obyekt əvəzli yazmalıyıq biz. Obyekt. Obyekt əvəzli isə hansılardır? Me, you, him, her, it, us, yenə you, bir də them. Biz burada gəlin çıxaq. We deyil, they deyil. Bunlar adlı haldadır. A və müstəqil yerli əvəzidir. Z də müstəqildir. Cavab olacaq B. Gəlin tərcümə dedim. My friend invited me to visit her new house. Və bəli, burada ikinci tərəfdə mütləq şəkildə fikir verməlisiniz. İsimlə işlənən yazmalıyıq. Elə her deməli ikili xarakter daşıyır. Həm özündən sonra isim gələn isimlə işlənən aslı yerli əvəzli idi. Həm də obyekt haldadır. Yəni, burada misal üçün A vədən sonra da isim gələ bilər. ZS, A və yenə ZS-dən sonra gəlməz. Onlar isimsiz işlənir. Amma V xəbərdən sonra gəlməz. Bizə obyekt hal lazımdır xəbərdən sonra. Özündən sonra isim gələndə hör lazımdır. İsim olmasaydı, yenə də hörü götürərdik. Hörlə cümlə bitsəydi. Çünki hör həm obyekt əvəzlidir. Feildən sonra birbaşa gəlir. Həm də özündən sonra isim gələn yerli əvəzlidir aslı. Burada mən when görürəm. When olanda cümlənin özündən sonra indiki sadə zaman gələ bilər. Özündən əvvəl gələ bilər gələcək zaman. Misal üçün future və yaxud present ola bilər. Ya da elə past ola bilər. Past. Bəli. Və yaxud da when'dən sonra past simple, ondan qabaq past continuous da gələ bilər. İndi gəlin baxaq. Feilin sonunda s varsa təkdədir. Amma bu qaydasız feildir, keçmişdədir. Baxaq, indiki bitmişdən ki, davam edici uzlaşmır. İndiki bitmişdən keçmiş sadə uzlaşmır. Deməli, indiki bitmişlə keçmiş sadə sadəcə since olanda uzlaşır. Burada when var, since yoxdur. Cavab olacaq B. Bəli, past simple, past continuous. Elə mən qeyd etmişdim sualın cavabından öncə. Telefon çalanda o axşam yeməyi bişirirdi. The flight is still on the ground. Deməli, uçuş yəni hələ də qalxmayıbdır da. Yet ümumiyyətlə inkar cümlədə işlənir. Elə hamısı bizim üçün inkardır. Amma yetin qaydası nədir? Əsas yəni işləndiyi zaman present perfectdir. Buna görə də present perfectdə have, has feili sifət 2 formasıdır. Yəni hasn't taken off. Cavab olacaq C. I can't reach the top shelf. Hold on. Deyir ki, hold on gözlə deməkdir. Deyir, mən sənin üçün stul gətirəcəm. Yəni, deyir, mən rəfin başına çata bilmirəm. Deməli, hold on. Burada to be going to ifadəsidir. Burada da to'su yoxdur. Cümlə indikidədir. Can't was olmaz, brought olmaz. Birinkisə daimi olan hərəkət. Yəni, mən gətirirəm, həmişə gətirirəm. Amma yox. Deyir ki, mən gətirəcəm. Yəni, hal-hazırda olandır da bu. Deməli, necə offered me
Advice. Advice sayılmayandır. Uncountable. Uncountable few ilə, if ilə işlənməz. Deməli, experience isə iki mənası var. Həm sərgüzəşt, həm təcrübə. Təcrübə mənasında sayılmır, sərgüzəşt mənasında sayılır. Deməli, rəhbər mənə deyir, məsləhət verdi biraz və lakin deyir, mənim bunu başa düşmək üçün elə bir belə deyək də, təcrübəm az idi. Gəlin baxaq, deməli biz burada ipucu ilə yaza bilərik biz bunu. Few ilə few hər ikisi cəmlə işlənir. Yəni bu sayılan mənada olsaydı, onsuz da sonunda isə vardı, düzdürmü? Sərgüzəştlər. Deməli təcrübə mənasındadır və sayılmır deyə little. The child was afraid. Afraid of-dan işlənir. Prepositions əzbər bir mövzudur. The child was afraid of the dark. Uşaq qaranlıqdan qorxdu and asked for a night lamp. Və gecə lampası xahiş etdi. Ask for xahiş etməkdir, nə isə istəməkdir. Cümlədəki altına xətt çəkilmiş sözün əks mənasını istəyir. Construct nə isə qurmaqdır, amma ruin, destroy onu dağıtmaqdır. Bu ikisi isə onun sinonimidir. Deməli, burada bizdən bəli, yaratmaq, tikmək hər ikisi sinonimdir, amma dağıtmaq bunlar antonimdir. 2-4 olacaq. Düzgün sözü seçməyimizi istəyir. Bu artıq tərcümə sualıdır. Meeting iclas deməkdir. Being late gecikmək. İclasa gecikdiyim üçün deməli üzr istəyirik də böyük ehtimalla, düzdürmü? Cancel ləğv etməkdir. Deməli, behave davranmaqdır. Achieve nail olmaqdır. Cavab olacaq apologize, yəni üzr istəmək. Üzr istəmək istəyirəm deyir gecikdiyim üçün. Definition sualıdır, yəni leksik önümlü sualdır. Disturb narahat etməkdir. To interrupt what someone is doing. Yəni kimsə bir şey görərkən sözünü kəsmək, narahat etmək. 3 olacaq A. 3 adısa mən B ilə Y-yə baxacağam. Mix or combine things together. Əşyaları birlikdə birləşdirmək, qarışdırmaq. Deməli, bu olacaq blend, yəni B. Coach isə to give special classes in sports. Bu coach yaşam koçu falan deyirlər. Yəni həm də bunun feil mənası var. İdmanda xüsusi dərslər vermək. 2 də olacaq C. 1B, 2C, 3A. Cavab olacaq Y variantı. Close yaxın mənadır, yəni sinonimdir. Yaxın məna sinonimdirsə də deməli face ilə meet görüşmək. Face üz deməkdir. Axı üz-üzə baxanda belə bir-birinizi görürsünüz. Oradan yadınızda saxlayın. Xoşlamamaq, sevmək. Cost dəyəri olmaq, save qoruyub saxlamaq. Spoil dağıtmaq, provide təchiz etmək. Bu da yenə taya bağlamaqdır, haya kiralamaqdır. Kiraya etmək də olmaz. Bu haqda mən video paylaşmışam, hətta MİQ tipli sual paylaşmışam. Onun yeni ətri qoxur. Ətri biz qoxulamırıqsa, özü qoxu verilsə, burada hərəkət yoxdur. Və buna görə də biz feil kimi davam edici zamanda işlədə bilmirik və sifət və ya zərf olaraq soruşulsa da sifət götürürük. Çünki hərəkət yoxdur. Hərəkətə aid olan zərf eləmir. Deməli, hərəkət olsaydı, mən qoxuyardım, mən eləyərdim, davam edicidə də olardı və həmçinin bu olardı, deməli, nədə? Zərflə işlənərdi. Amma burada özü qoxu verilsə, həm davam edicidə olmur, həm də sifətlə işlənir. Sifət də olacaq 1, 3. Gəlin, baxaq 18-də 20 daxil short text, yəni balaca mətinlərə. Bu yeni bir elandır. All customers receive a 15% discount on stationery items only this weekend. Regular prices apply to all electronics. Deməli deyir ki, bütün müştərilər 15% endirim. Discount sözünün sinonimi sale'dir, yəni endirim deməkdir. Endirim əldə edir. Nədə? Dəftər xana ləvazimatlarında. Sadəcə bu həftə. Yenə bizim burada gözümüzə only dəyir. Only elə bir ki, bu short textin döyünən ürəyidir. Sadəcə 15% endirim dəftərxana ləvazimatlarındadır bütün müştərilərə, amma bütün elektronik məhsullarda həmişəki qiymətlərdir. Deməli, burada weekdays deyir. Burada nə deyir? Weekend, həftə sonu çıxdıq. Çünki weekdays, Monday, Tuesday, Wednesday, Thursday, Friday'dir. Amma weekend, Saturday, Sunday'dir. Deyir, bütün əşyalar endirimdədir. No. Elektronik endirimdə deyil. Elektronikanın qiyməti dəyişməyəcək. Bəli, elə doğru cavab C-dir. Deməli, daha sonra baxıram ki,
Deməli, Y-də deyir ki, elektronika bu həftə məktəb dəftərxana ləvazimatından daha ucuzdur, cheaper. Xeyr, bu daha ucuzdur. Deməli, the cost of electronics will not change. Cavab oldu C variantı. Gəlin 19-a baxaq. Deməli, iş pozisiyası. İndi gəlin 19-a baxaq. Deməli, burada iş elanıdır. We need a reliable driver with at least 3 years of work experience. Bizim ən az 3 il iş təcrübəsinə malik olan etibarlı sürücüyə ehtiyacımız var. Applicants must have a valid class D license, yəni D kateqoriyası üzrə deməli sürücülük vəsiqəsinə malik olmalıdır əzizlər. Apply in person only. Deməli, anyone who comes to the office will get the job. Xeyr, istənilən bir kəs. Anyone təsdiq cümlədə istənilən bir kəs deməkdir. Deyir, istənilən bir kəs ofisə gəlsə, yəni ofisə gələn istənilən bir insan işi əldə edəcək. Xeyr, onun kateqoriyası D olmalıdır. 3 ildən az. Burada less deyir, amma burada at least ən az 3 il deyir. Yəni 3 ildən az olanlar müraciət edə bilməz. Bəli, bu da cannotdur. Düzgün cavab B idi. Ən az 3 il olmalıdır. Having a license is the only thing the company needs. Deyir, lisenziya olması kompaniyanın deməli ehtiyacı olan tək şeydir. Tək şey o deyildi. People can send applications by email or phone. Deyir ki, yəni üz-üzə müraciət edin. Burada amma deyir ki, telefonla, e-maillə müraciət etmək olmaz. Bir də the company needs a driver with no work experience. İş təcrübəsi olmayan sürücüyə ehtiyacı var, yox. Gəlin baxaq 20-yə. Mətn mesajıdır. Deyir, hey Ben, I left the keys with the concierge downstairs. He knows you are coming. Deməli, just tell him you are picking up for apartment 5C. I also left the package with him. Deməli, deyir, hey Ben, mən açıqları deyir ki, qoydum aşağıda və o bilir ki, sən gəlirsən, ona deyir ki, sən sadəcə 5-ci mərtəbə üçün, yəni yığırsan əşyalarını, mən onsuz da deyir, əşyaları orada qoymuşam. Aha, the concierge didn't know about the keys. Mən ona qoydum axı deyir, orada qoydum axı deyir. Bu səhvdir. Deməli, the keys are in apartment 5C. Ben must go upstairs to get the keys. Aha, the package is still not with the concierge. Yox, with him deyir. Yəni ondandır. Ben must tell the concierge the apartment number. Bəli, deməlidir. Deyir, sən sadəcə deyir ki, 5-ci mərtəbəyə getsən. Elə burada da cavab olacaq. Y. Açalar onda deyil, orada deyil, açalar adamın özündədir. Bir də Ben deyir ki, yuxarı getməlidir. Ben yuxarı getməli deyil. Ben adama deməlidir getdiyi yeri. İndi gəlin baxaq mətnə. Deməli, people make decisions every single day. Some decisions are small, like choosing clothes or deciding what to eat for lunch. Other decisions are bigger, such as choosing a university, buying a house, or changing a job. When people are in a hurry or feel strong emotions, they sometimes decide too quickly. Quick decisions can lead to mistakes because there is not enough time to think about the results or possible problems. Many people feel confused, stressed, or unsure about what to do in difficult situations. In these moments, a short break can help a lot. For example, taking a few deep breaths, going for a short walk, talking to a friend can help people understand their feelings and think more clearly. When the mind is calm, decisions become easier and safer. Careful thinking is especially important when the situation can change a person's future. Students often think carefully before choosing a career or university. Experts say that emotional moments are not the right time for big decisions. It's better to wait, relax, and think logically before acting. Məncə çox tərbiyəvi bir mətndir. Gəlin tərcüməsini də oxuyum. Deyir ki, insanlar hər gün qərar qəbul edir. Bəzi qərarlar kiçikdir. Paltar seçmək və yaxud yeməkdə nəyi yeyəcəyinə qərar vermək kimi. Digərləri daha böyükdür. Universitet seçmək, ev almaq, iş dəyişmək. İnsanlar tələsəndə və yaxud güclü emosiyaya qapılanda bəzən olduqca cəld qərar verir. Cəld qərarlar isə səhvlərə yol açır. Çünki düşünmək üçün, yəni nəticəni, problemi düşünmək üçün kifayət qədər vaxt yoxdur. Əksər insanlar çaşbaş qalır, stressli olur və yaxud da çətin situasiyada nə edəcəyini bilmir. Bu anlarda kiçik bir fasilə çox kömək edə bilər. Məsələn,
dərindən nəfəs almaq, qısa gəzintiyə çıxmaq və yaxud dostla danışmaq insanda hisslərini başa düşməyə, daha yaxşı, daha dərin düşünməyə kömək edə bilər və beyin açıq olanda, sakit olanda qərarlar daha təhlükəsiz və daha asan olur. Diqqətli düşünmək isə xüsusilə vacibdir. Elə bir situasiyada ki, o situasiya insan həyatını dəyişir. O situasiya insan həyatını dəyişir, bəli. Və tələbələr karyera və universitet seçimindən əvvəl tez-tez diqqətlə düşünür. Peşəkarlar isə deyir ki, emosional anlar böyük qərarlar üçün düzgün vaxt deyil. Gözləmək, dincəlmək və hərəkətə keçməmişdən əvvəl məntiqi düşünmək daha yaxşıdır. Mətn nə haqqındadır? Necə varlı olmaq olar? Universitet imtahanının qaydaları, diqqətli qərar qəbul etməyin vacibliyi, niyə tələbələr informasiyanı unudur? Bir də sürətli qərarların üstünlüyü, yaxşı, mənfəəti, gəliri. Ümumiyyətlə deyir ki, qərar verəndə sürətli düşünməyin. Bəzi qərarlar çox böyükdür, həyatımıza çox təsir edir. O da diqqətlə düşünün, ona görə C-dir. Diqqətli qərar qəbul etməyin vacibliyi. False bizdən səhvi istəyir. Deyir, güclü emosiyalar olduqca cəld qərar verməyə səbəb olur. Bu düzdür. Qısa fasilə insanı daha aydın düşünməyə kömək edir, düzdür. Cəld qərarlar bəzən səhvlərə yol açır, düzdür. Tələbələr həmişə düşünmədən without qərar verirlər. Yox, burada deyir axı. Tez-tez onlar, bir dəqiqə bunu silim, təzədən yazım. Before choosing a career or university. Yəni tələbələr əsas universitet və karyera seçimindən əvvəl çox düşünürlər. Yerdə deyir ki, ekspertlər təklif edir ki, qərar qəbul etmədən əvvəl gözləsinlər, düzdür. What can help people think more clearly? Daha dərindən düşünməyinə kömək edə bilər. Başqalarını qışqırmaq, dərhal qərar qəbul etmək, həmişə məsələ üçün yad insanlardan soruşmaq, bahalı şeylər almaq, xeyr. Take a break, fasilə vermək və dincəlmək. Bu KitKatın sloqanında var idi. Take a break. Careful thinking is important. Yəni diqqətli düşünmə vacibdir. Nə vaxt? Qərar gələcəyə dəyişirsə, kimsə dondurma almaq istəyəndə, o da bilər, yəni. People paltar seçəndə, bu da insandan asılıdır. Tələbələr oyun oynayanda və yaxud insanlar artıq cavabı biləndə. Bunlar elə bir kələrin özündən asılıdır. Amma əsas bizə ümumi cavab lazımdır ki, gələcəyə aid olan qərar verəndə dəyişmək, diqqətlə düşünmək vacibdir. Mətnə görə deyil, düzgünləri deməli seçin. İnsanlar deyil, sürətli qərar verəndə səhv eləyirlər. Bu truedur. Yəni biri götürürük. Qısa gəzinti kömək edə bilər yaxşı düşünməyə. Bu da truedur. Deyir, emosional anlar ən yaxşı vaxtdır. Amma burada deyir ki, not the right time. Buna görə də bu false-dur, yəni səhvdir. Perfect results-a gətirir cəld qərarlar, yoxsa səhvə gətirir cəld qərarlar. Bir dənə baxın, bu da. Bu da false-dur. Ona görə də bizdən düzü istəyirik. Bizdən düzü istəyir deyə olacaq cavab 1-2.